Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizə Masazır qəsəbəsində 2 mərtəbəli 4 otaqlı marşruta yaxın bir ərazidə belə bir ev təqdim edəcəyik. İndi daxil oluruq evimizin həyətinə. Gördüyünüz kimi belə bir geniş bir həyəti var. Təxminən 2 maşın sığışan bir həyəti var. Ev qeyd edək ki, tam yaşayışlı bir evdir. İndi evin bayır vedini sizə təqdim edirik. Evimiz 4 otaqdan ibarətdir. Birinci mərtəbədə bir qonaq otağı, bir yataq otağı, sanitar qoşağı yerləşir. İndi daxil oluruq evimizin dəhlizinə. Gördüyünüz kimi evimizin dəhlizidir. Sağ tərəfində qonaq otağı yerləşir. Belə bir geniş qonaq otağı var. Qeyd etdiyimiz kimi ev tam yaşayışlı bir evdir. İndi əks tərəfdən də bir sizə təqdim eləyək. Gördüyünüz kimi belə bir səliqəli qonaq otağımız var. Birinci mərtəbədə olan indi mətbəxi də sizə təqdim edək. Birinci mərtəbədə bir qonaq otağı, bir mətbəxi, bir sanitar qoşağı yerləşir. Gördüyünüz kimi mətbəximiz genişdir. Mətbəx mebelləri də yığılıb. Birinci mərtəbədə olan indi sanitar qoşağını sizə təqdim edək. Gördüyünüz kimi belə bir geniş sanitar qoşağı da var. Pilləkənimizin altı da ki, kladovkadır. Belə bir evdə artıq əşyalarını yığmaq üçün. İndi qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədən 3 yataq otağını, bir sanitar qoşağını sizə təqdim edəcək. İndi hal-hazırda evimizin ikinci mərtəbəsindəyik. Gördüyünüz kimi belə bir yataq otağı var. Bu birinci yataq otağımızdır. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. İndi sizə ikinci, üçüncü yataq otağını da təqdim edəcək. Belə bir geniş yataq otaqlarımız var. Bu da bizim üçüncü yataq otağıdır. Pəncərələrin qabağında heç bir maniyə yoxdur. Pəncərələrin qabağı tam şəkildə açıqdır. Evin demək olar ki, bir neçə pəncərəsi öz həyətinə baxır. Bu da ikinci mərtəbədə olan sanitar qoşağıdır. Bir neçə pəncərəsi öz həyətinə baxır. Böyür pəncərələri də ki, yola baxır. Evimizin böyrü də yoldur. İndi sizə balkonu təqdim edirik. Evimiz tam yaşayışlı bir məhəllədə yerləşir. Gördüyünüz kimi ətraf tam şəkildə yaşayışdır. Bir daha sizə həyəti də təqdim edirik. Ev qeyd edək ki, Masazır qəsəbəsində marşruta yaxın bir ərazidə yerləşir. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.